Allah'ın salamı olsun aziz izleyicilerime. Aziz bacı ve kardeşlerim, bugün otaq güllərinin bəzi hissəsi barədə sizə məlumat vermək istəyirəm. Bu gördüğünüz gül gerani gülüdür. Ətirşah növünün gerani gülüdür. Bu da ki anteriumun başka növüdür. Bu güldeki anterium özüdür. Eğer bu hakta, çünkü bu biraz mürekkep quruluşa malikdir. Ona göre de mən Allah'ın köməkliyi imkan olsa eğer ömür vəfa eləsə bu barədə mən sizə bu gülün yetiştirilməsi barəsində, ondan sonra müalicəsi barəsində, xəstəlik və zərər vericilərə qarşı mübarizəsi barədə video çəkib sizə göstərərəm. İndi isə adətən göstərirəm ki, biz pəncərə qabağında bu da bizim şitirlərimizdir. Burada xiyar şitirləri, pomidor şitirləri, yemiş, qarpız şitirləri yetiştirmişik. Ona görə də mən sizə göstərmək istəyirəm ki, əsas məqsədim nədir? Məqsədim odur ki, biz əlimdə tutduğum bu flaqonu görürsünüz, bu flaqon nişatır spirtidir. Bu bütün adi apteklərdə deməli bu nişatır spirti var. Bunu hər bir gül yetiştirən insan, öz evində gül bəsləyən insan bundan istifadə eləsə yaxşıdır. Bunun norması belədir. Deməli 10 litr suya bir xörək qaşığı. İndi mən o hesabla götürmürəm. Götürürəm ki, mən bu çiləci ilə güllərimizə çiləyirəm. Bu çiləci ilə yarpaqlara çiləyirəm. Bu çiləciyə cəmi deməli o spirtdən bir damcı pipetka ilə götürürəm. Bu da mənim pipetkam. Deməli bununla götürürəm bir damcı tökürəm bura. Həftədə 2 dəfə yarpaqdan çiləyirəm. Əgər kökdən verməyə ehtiyac olsa həftədə 1 dəfə ona kökdən verirəmsə, deməli 10 litr suya bir xörək qaşığı hesabı ilə kökdən verirəm. Mənim məqsədim odur ki, siz də öz güllərinizi yetişdirərkən əgər bu nişatır spirtindən istifadə eləsəniz, çünki bunun tərkibində amoniak var, həm güllərin azot tərkibli qida maddəsi olduğu üçün güllərin yaşıllaşdırılmasında mühüm rol oynayır, həm də ki zərər vericilərə qarşı bu öz yaxşı təsirini göstərir. Ona görə də istəyirəm ki, bunu siz də tətbiq eləyəsiniz. Arzu edirəm ki, sizin də gülləriniz təravətli, üzünüz sevinclə dolsun. Sağ olun.